Salam dostlar, xoş gəlmisiniz kanalıma. Bugün sizlərə istədim damazlıqla ördəklərimi çəkəm, göstərəm. Bunlar mənim damazlıqlarımdır. İndi məndə yəni 12 dənə lal ördək qalıb bunlardan, yəni sonra. İndi burada 10 dənədir, 8 dişi, yəni 2 erkək ayıracam bunları, bir erkəyə 4 dişi halında. İndilik məndə yəni ayrı 2 dənə erkək qalıbdı. Biri boykadır, bir də ki onun cıqılı oğlu, yəni zalımı çoxdan satmışam, bilən nə bilir. Ağ erkəyi də 2-3 gün qabaq yəni kəsdim, yəni verdim, adam apardı. Ağda getdi, hələ bir dənə az 8 dənə mutlayan, bundan bir il qabaq 25 aldığım var idi. Yəni az yumurtlayırdı, amma xeyir vermişdi mənə. 9 dənə bala çıxartmışdı. Elə ördək saxlamadım, həm də murtası da çox cıqılı idi. Onu cəmi 30 yəni lariyə satdım dostlar. Yeni ilə kəsməyi aldılar. Gəl bunların da sabah yemlərini verək. Bunları da gətirmişəm buraya. Saat bilmir 9 saatdan elə bir şeydir, baxın. Doldurdum ağzından bir yemi. Elli. Hələ biraz yem vermişəm, indi yenə də verirəm. Ona bax zümrüdlərə, maşallah. Zümrüdlər. Qarı ördəklər. Bilirsiniz, mən çox sevdiyim krasnodar idi, yəni ən birinci. Amma indilər yəni bir xeyli vaxtdır ki, daha yəni zümrüdü daha çox sevirəm. Zümrüdü rəngi. Hələ yəni istəyərdim ki, hamısı zümrüdü olsun. O erkək də iri zümrüdü olsun. Ondan sonra bütün dişlərim də təmiz zümrüdü olsun. Elə istəyərdim. Bircə dənə zümrüdü dişim var erkəyim, amma zümrüdü bilən nə bilir. O da ki, bax, dık qıza o bir tərəfində, bax, orasında cıqcıqılı bu boyutda ağırlıq var. Ona görə o təmiz sayılmır, çünki gərək təkcə qanadının orasında ağırlıq olur. Oradan ayrı yerində olanda bax göstərəcəm. Bax, orasında var, bax, qarnının orasında. Amma sizin fikrinizcə deyirəm. Ondan, bax, o ördəkdən təmiz zümrüdü bala almaq olarmı? Yəni sizin fikrinizcə. Bu dişi ilə ondan, yəni təmiz zümrüdü çıxarmı? Məncə çıxar, çünki o ata təmizdir. Bu da təmiz demək, bircə dənə orasında var. Bu arada bu boykanın yəni qızıdır. Görürsünüz də boykadan nə rənglər çıxır. Boykanın ağırlığı çox demə, yəni nəsli qaradır onun. Boykanın çünki dostlar atası təmiz zümrüdü idi. Anası da ki, nə tər idi bilirsinizmi? Dana adam burada tanışdı. Yəni mənim videolarımı izləyir həmən mən boykayı aldığım adam. Bax, anası da ki dostlar, nə tər deyim sizə, hani bax, o dişi kimi idi. Bax, dık qıza qarnının orasında ağırlıq vardı. Ona görə boykaya da anadan keçmişdi, yəni. Yoxsa, yəni boyka özdə ilk alanda bütün qafqarı idi. Dık qıza qarnında anası kimi ağırlıq var idi. Sonradan ağardı. Yəni qocaldı. İndi 2 yaşına 1-2 aylıqdan elə bir şeydi. Bu arada krasnodarla dostlar, yəni macarı vurmayacağım. Çünki onlardan nə sərliyim, nə bilim, qəribə rənglər çıxır deyirlər. Yəni təkcə krasnodar belə macar çıxmır, ayrı rənglər də çıxır. Amma qarı ilə, yəni zümrüdü ilə macar vuranda yarısı macar olur, yarısı da ki zümrüdü. Bax, mən elə istəyirəm. Əsas da ki zümrüdüyü çox xoşlayıram. Yəni mənimki krasnodar zümrüdü, bir də ki lavan inşallah. Lavan var, yəni bir erkək bir dişisi var. Nə boyutda bilirsiniz? Bax o ikisi boyutdadırlar. Yəni erkəyə də dişisi də. Yəni seçilir amma. 3 aylıq deyirlər, 4 aylıqdadırlar. 3 aylıq idilər deyəsən, amma iri idilər 3 aylarına görə biraz. Birini 25'ə verirdi. İstəmədim. Yoxsa almağına vardım, nədənsə vermədim, nasıl istəmədim. Yoxsa bu dəqiqə xeyli pulum var, amma almadım. Yəni adam istəməyəndə almırdı. Məsələn, mən krasnodarı zadı görsəm, təmiz cins, yaxşı krasnodar dişi zat, naxad alaram, çünki ürəyim istəyir. Əsas da ki zümrüdlərdən ötürü ölürəm. İndi bəlkə qarıyı xoşlamayanlar olacaq, deyəcək, qafqara nədir, tükü zat belə olur, onun kəsəndə zat da tükü belə olur da, çətin yollar bunun tükü üstündə biraz qalır deyirlər. O düzdürmü deyirsə, bəli, düzdür, amma yəni yenə də ki, yəni mən deyirəm, mənimki zümrüdüdür. Siz hansı rəngləri daha çox sevirsiniz, onu da deyərdiniz. Mən bax bu zümrüdü rəngi. Maşallah. Orayı da dık qıza açdım dostlar, yeni açmadım. Buz da oldu ki, buz qoy ərisin. Əriyən deyil buz. Hava bu dəqiqə mənfi dostlar, 5 saatdır. Mənfi 5-dən buz kimidir hava. Dəqiqə donuram videoyu çəkəndə, yəni sizə hiss eləmirsiniz donduğumu.
Hava buz kimi. Buzu zorla kırdım dostlar. Bak ana. Buzu kırdığım şey. Hara tulladım. Hə bax budur. Bununla kırdım buzu. İpi bağladım ona qoldurum şart. Oraya vurdum. Oraya. Çünkü bak hani bir tane odun var idi onunla kıra bilmədim. Yəni o kadar möhkəm idi buz. Özdə dostlar bunlar dediyim kimi sabah yeməkləri yeyiblər. Ona görə indi bunu yemədilər. Amma axşama kimi bu yox olacaq yəni. Bak. Vik. Ay daş diye. Dostlar buna bak. Allah. Dartdım dostlar töküldü. Heç olan deyil. Vik. Yiyin dana bala. Vik. Aha. Biraz belə aral gedək. Tökək. Aha. Gəlib yiyir. Krasnodar dönməsi işimiz də ki yiyir o da dostlar. Onun da altında ağlıq. Bax elə adam bilər bütün o altı ağlıq xeyr. Altında belə uzun soy ağlıq var. Bax təkcə odur. Bax uzun soy. Bax qarnının o bir tərəfindən belə altına gəlir buraya kimi. Belə cız var elə bil. Belə altında. Bütün belə qarnı ağa deyil. Yəni altıdan. Yəni elə bilməyim. Amma yəni yem yeyəndə qarnı şişir. Bax orası ağ demə. Yəni bu içindən təmiz krasnodar çıxarmı deyirsinizsə? Nə bilim çıxar da çıxmaz da saxlayacağam. Bu ikisinin balaları damazlıqdır. Bir də ki təmiz zümrüdü ilə macardan çıxan macarları saxlayacağam. Bir də təmiz zümrüddən çıxanları saxlayacağım. Qalanlarını da ki satılıbdır. Yəni satılıb deyəndə müştərim var, yəni satmıram. Yəni bu qaralı ağlı çıxanları. Yəni müştərim var, yəni onlar satılır desəm doğru olar. Hələ müştərdən sonra bəlkə bax bunlar tutaq ki apreldə zətdə ya apreldən qabaq ördəklərim düşsə, apreldə tutaq ki çıxsa, onları bir yəni adam var, onları satacağam. Ondan sonra çıxanları mayda, avqustda zətdə çıxanları, avqust nədə, may, ondan sonra elə vaxtlarda mayda zətdə çıxanları da satacağam dostlar. Gürcüstanda qiymətlər yəni mən saxladığım şəraitə görə xeyir yəni qazanıram deyirsə bunlardan, yəni qiymətlər yaxşıdırmı? Məncə qiymətlər zət yaxşıdır burada. Məsələn, bir günlük deməyək də, 2 günlük yəni diqqəca ikinci günü yedirdirəm, suyunu içirdirəm, yaxşıca saxlayıram. Heyvanı verirəm 6 lardan dənəsini. Qaralağlının, ağın, zat belə cins olmayan cins. Amma krasnodarın 2 günlüyü 10 lardır. Ondan sonra macarın 2 günlüyü 10 lardır. Təmiz, yəni zapışım da cins ördəyin 2-cə günlüyü 10 lardır bizim burada. Mən də elə almışam qiyməti, yəni mən elə almışam deyərsiniz ki, özün bəlkə bahi alıbsan, xeyr. Yəni bu dəqiqə mən hələ lavan satan adama dedim ki, balasından yəni çıxandan satacam mı? Dedi bazar qiymətinə verəcəm 10 larıya. Yəni hamı da elə verir burada cins ördəyi. Baxın belə mən də uz video çəkməmişdim. İstəyirəm sizlərə bir balaca belə bir video çəkəm. Ördəklərimi görsədəm. İndi məndə boy ilə oğlu qalıbdı. Eləcə duran 2 erkək. Onlar da eləcə qoydur, yəni dursunlar. Nə satıram, nə edirəm? Eləcə dursunlar, bəlkə kəsdim bilmirəm. Onu bunu buraxın da ki dostlar. Nə deyəcəydim, yadımdan çıxdı da. Bəlkə boy küyü, yəni səsli ördəklərə vurmağa saxlam. Yəni cütə vurmağa bir yekə səsli ördəyim var. Qoy mulat çıxsın. Mulatları da özümə kəsərəm. Yəni mulatlar iri olur. Mən biləm. Bunlar da burada oynaşırlar. Oynaşırlar, nə gəzirlər. Lal ördəkləri elə sevirəm valla. Uşaqlığımdan bəri saxlayıram. Hələ də yəni ürəyim gedir bunlardan ötürü. Baxın belə dostlar. İndi bir balaca video çəkəcəydim. Belə. Ördəklərimizin də halı keyfi Allah'a şükür yaxşıdır. Yəni dururlardan sularını içirlər, yeyirlər, yatırlar. Yatırlar desəm yalan onlar gəzirlər, yəni yatmırlar. Bəlkə günün 24 saatı yəni onlar gəzir.
Amma ara bircə saat orada yığılışıb yatırlar. Bir-birinin yanına yığılışırlar ki, qızğınlıq olsun da. Hava çox soyuqdur. Deyənlər olacaq, ay hava çox soyuqdur, niyə çıxardırsanız? Ay durmurlar damda. Bir ikisi setkadan qaçır. Məsələn, bozun mən qanatlarını sökmüşəm, daha çox uçanmır ha. Amma gəlin uçur, yəni o qanatla uçur heyvan. Qapının üstündən hoppanır, uçur, qapıya düşür. Amma şifrə kimi uça bilmir də daha. Qanadının xeyrisini sökmüşəm. Yəni elə eləyir. Çünki niyə mi söktüm desə dostlar, qaçmağına qorxduğuma görə yox. İstəyirəm artıq, yəni hey şifrə çıxırlar. Bir, yəni mən yıxıla bilərdim. Yəni mən hər gün şifrə çıxırdım sabah tezdən. Zazud belə həm bezdirirlər məni. Ondan sonra bir də ki, eləcə dıqqıcı yanlarına yaxınlaşıb video çəkmək istəyəndə uçub qaçırdılar. Göyərçin kimi idilər. Elə bil göyərçini belə tutmaq üçün qaçır gedir. Bax elə idilər. İndi isə dostlar belə də yaxşıdır, amma gən də hoppana bilir çox qorxudan da. İndi də elə qorxutmam da. Onu buraxın da, yəni həm də ki daha yumurtlayacaqlar 1-2 aydan sonra. Ana dişlər tez yumurtlayır da. İstədim ki biraz evdə dursun, yəni yesin, içsin, daha çox kökəlsin. Ya amma ətlidir. Yəni 3 kilo yarım idi lap qabaq ətli, hey yeyib yatanda, qanadı kəsik olanda. Uçanda arxlamırdı, amma bu yaxınlarda ölçmüşəm 3 kilo 50 zat, 55 elə bir şey. Yəni 3 kilo 55. Yarım kilo uçmaqdan yox olub gedib. Uçurdu, bax gündə bəlkə bizə dəfə yemək yeyirdi, o da dıqqıca gecə. Hələ elə vaxt olurdu yemirdi. Yəni şifrdən eynəndə qaranlıq olurdu, mənim də vaxtım olmurdu yemək verməyə. Sabah tezdən çıxırdı, şifrə axşama kimi. Yəni ona görə etdim, həm də indi inşallah 3 kilo yarım olar təkrardan. Bu arada mən bilmirdim yəni dişlərin 3 kilo yarım olduğunu. Macar sortundan öyrəndim yəni elə olduqlarını. Mənim çox dişlərim 3 kilo zad olub yəni. İndi bu dişim də 3 kilodur, baxın. O iri dişi. Belə, ay, nə qarısan? Bax, mən bunu görməsəm, bunu udacaq. Bunu udacaq, bunu da. Ölmək istəyir bu heyvanı özü. Özünü öldürmək istəyir Allah. Dəlisən abala, niyə edirsən özünə bunu? Vik. Nə qarsınız? Yaxşı, geçin dana. Evdə şəklinizi çəkirik siz. Dəli mi oldunuz? Evdə şəkil çəkəndə nə olur? Ya şəklinizi çəkin. Vik. Yaxşı belə dostlar, sağ olun, salamat qalın. 15 dəqiqəlik, yox 15 yox. İndi söndürəcəm çünki 15-ə çox var, əllərim dondu. Ayağım birbaşa donub, yəni dondu birbaşa. Hava buz kimidir dostlar. Bu arada hamının yeni il mübarək olsun. Bunu da demək yadımdan çıxırdı, az qalsın. Hamı inşallah xoş günlər keçirər bu yeni ildə. Xoş, yəni istədiyi arzulara çatar. Hamı inşallah arzularına çatar bu yeni ildə. Kim nə istəyirsə arzuları inşallah qəbul olar yəni. Yaxşı belə dostlar, sağ olun, salamat qalın. Özünüzə sağlıqla baxın. Sağ olun, salamat qalın. Mən də daha videoyu söndürürəm. Gedim mən də içəri, yəni üşüdüm, yəni dondum desəm doğru olar. Gedim bu videoyu yüklüyüm. İndi də yükləyə bilərəm. Biraz sonra da baxın part zırpaket səslər gəlir dostlar, indidən atırlar. Mən saat 1-də başlayacağam axşama kimi. Birinci cıqılı olan paçkaları, yəni içində 60 dənə olan zırpaketləri. Dənəsini onu 1 lar 50 qəpiyə almışam. 15 larzat vermişəm onlara. Bir də ki, yəni fişəng almışam dostlar. İri fişəngdən 8 lariyə. Deyəcəksiniz, niyə sizdə ucuzdurmu? Yəni zırpaket, fişəng zat. Bizdə if iri, yekəkdələri 30 larizatdır. Lop iriləri, bilməli dana. Göyü bütün bax, göy atanda bütün göyü belə bağlayanları, bütün göyün yarısını aparanları, bax onlar 30-adır, 35-ədir. Amma normal bu xeyli yekəkdələri 8 lari, 10 laridir. 8 larilik idi, yəni çox yaxşıdır. Biz 8-likdən atırıq, çox gözəl, yəni yekədir. Bizim burada çox ucuzdur, yəni zırpaketdir, fişəngdir zat.
Burada da qadağan deyil bu arada, onu da deyim. Baxın, səsi gəlirmi bilmirəm. Tap atırlar. Yəni elə də 15 dəqiqəlik doldu, bir yandan doldu. Mən də yəni bir də E23-dür, bir dənə Orange elə yaxşı partlayan var. Başqasının birini ona almışam. E23-ün də başqasının 8 layı. İçində hərəsinin 20 dənə də elə yaxşı partlayırlar. Yəni belə də elə şeylər almışam. Bir də ki cıqıl fişənglər. Belə onlar da cıqılı fişənglərdir. Dənəsi 1.50 almışam. Ya şimdi daha dedim neçə yaxılarımda sağ olun, salamat qalın. Hamınız yeni iliniz mübarək. Sağ olun, salamat.